Salam, necəsən? Aa, nə boyda olmusan? Niyə üzvə baxmırsan? Bugün xırda şeylərdən, tərbiyəsiz suallardan danışacağıq. Əslində insanlar çəki haqqında istədiyini deməyi normal hesab edir. Sən də illərlə başqalarının dediklərinə qulaq asandan sonra bir gün güzgüyə baxırsan və ilk ağlına gələn çox kökəlmişəm olur. Şəkil çəkdirəndə özünü gizlətməyə çalışırsan. Bu tip suallara nə qədər qazanırsan, niyə ərə getmirsən, niyə dünyaya uşaq gətirmirsən, ikinci uşaq istəmirsiniz, 2 qızınız var, bəs oğlan kimi suallar da aiddir. Başqalarının sərhədlərini pozmayın. Şəxsi suallar verməyin. Qarşı tərəfin sizi acılamasını istəmirsinizsə, heç kimin işinə qarışmayın. Əgər doğrudan da dəyərli məlumatınız varsa, onunla həmin adamı incitmədən bölüşün. Məsələn, biz insanlara arıqla deməyi çox sevirik. Amma heç kim düşünmür ki, bəlkə bunun tibbi səbəbi var. Bəlkə bu insan illərdir mübarizə aparır. Bəlkə artıq hər yolu sınayıb. Mən də illərlə müxtəlif yollar sınamış insanlardanam. Sevindirici tərəfi odur ki, bugün müasir tibbdə həkimlərin istifadə etdikləri müxtəlif müalicə variantları var. Bunlardan biri də GLP-1 reseptor aqonistləri qrupuna aid semaglutid əsaslı preparatlardır. Müayinə olunmaq və sizə uyğun preparatın təyin olunması üçün mütləq həkiminizlə məsləhətləşin. Bədən kütlə indeksinizi bilirsiniz. Yer gəlmişkən, artıq çəkinizin olub-olmamasını bilmək istəyirsinizsə, novakea.az veb-saytında boyunuzu, çəkinizi və yaşınızı yazıb öyrənə bilərsiniz. Bunlar xırda şeylərdir, amma yaxşı insanlar elə xırda şeylərlə seçilir.